Cruises.azın değerli dostları, müştəriləri, Messi Orkestra gəmisində 9-cu mərtəbə və 9132 nömrəli balkonlu otaq. Yenə digərləri kimi girişdə hemen sol tərəfdə işıq yuvası və hemen sağda dolaplar, hansı ki xilas edici ledlər və asılqanlar, həmçinin və seyf və çəkməcələr. Sol tərəfdə də hemen girər-girməz sanitar qoşaq. Dikkat edirsinizsə, digər avrelarda olduğu kimi burada xalat, vanna və yaxud əlavə ləvazimatlar yoxdur. Deməli, belə bir balkonlu bir otaq 3 nəfər üçün. Digər videolarımızı təqib etsəniz, aşağı yuxarı bu 3-cü açıldığı vaxtı məsafəni və qalan yeri təxmini görə biləcəksiniz. Belə bir balkonlu boy aynası, balkonlu bir otaq və diğer bəzi videolarımızda göstermiştik. Burada bir kapı var. Bu kapı diğer connection otaqla olan kapı ilə birləşir. Yəni bu normalda əgər fərqli otaqlar, yəni eyni ailə və yaxud qruplar üçün deyilsə bağlı olur, açıq olmur. Connection otaq götürmək mümkündür. Götürdüyünüzdə təmizlikçilərdən xahiş edirsiniz bu qapını açsınlar. Balkonlu bir kayota ve bir kifayət qədər böyük bir balkonu var. Hemen aşağı hissəsində görüntünü pozmamaq şərti ilə xilas edici qayıqlar belə və gəminin orta bölümündə yer alır. Diqqət edirsinizsə burada hemen bir çıxıntı var və hemen sağ tərəfində də həmçinin görürsünüz. Belə bir kayutamızdır. Deməli, 2 nəfər rahat bir şəkildə balkon geniş sayılar 3-4 kvadrat metr olaraq hesablaya bilərsiniz və otağın da görüntüsü belə. 2 nəfər qalacaq olsanız buranı kreslo olarak rahat bir şekilde istifadə edib qarşısında belə bir əşyalarınızı qoymaq üçün var. Və yenə də digər balkonlarda göstərdiyim kimi təhlükəsizliklə əlaqədar qapı bağlanır. Bu şəkil kilitlənir, artıq açılmır və istədiyiniz təqdirdə bu şəkildə aça bilərsiniz. Siqaret çəkməyə icazə yoxdur. Bu şəkil məhəccərin üstündə oturmağa icazə yoxdur. Bir şey də atmayın və s. Belə məlumatlar ki, gəminin ümumi təhlükəsizliyi üçün, həm də sizin təhlükəsizliyiniz üçün rahat bir səyahət olsun. Otağın ümumi görüntüsü belə.